Sumqayıtda yaşayış binasında yanğın. Fövqəladə Hallar Nazirliyi hadisəyə çevik müdaxilə etdi. Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə daxil olan məlumata görə, 5-ci mikrorayon ərazisində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində, pilləkən qəfəsində elektrik sayğacı qutusunda yanğın qeydə alınıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Yanğın söndürənlərin operativ müdaxiləsi nəticəsində alovun mənzillərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 6 ədəd elektrik sayğacı, 6 elektrik açarı, bir ümumi açar və bir neçə metr elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub. Hadisə ilə bağlı araşdırma aparılır. Sumqayıtla bağlı xəbərləri izləmək istəyirsinizsə kanalımıza abunə olub, səs butonlarını açın.